Salam, hər birinizə xoş gördük. Əziz Dövlət Qulu müsabiqəsinə hazırlaşan şəxslər, bu video vasitəsilə sizlərə yeni müsahibə vaxtları barədə məlumat vermək istəyirəm. Müsahibənin keçirilməsi barədə, müsahibədə bizi nələr gözləyir və digər məqamlar haqqında uzun sözün qısası bu video məhz müsahibə barəsindədir. Bilirsiniz ki, yaxın 2 gün ərzində müsahibənin vaxtları bəlli oldu. Söhbət müsabiqə üzrə müsahibədən gedir, hansı ki, fevralın 16-sı qeyd edib bitəndən və bir çox müsahibələr aprel ayında, may, iyun, iyul, avqust, hətta mən bəzi tələbələrin müsahibələri isə sentyabr ayına qədər çəkmişdir. Burada bəzi məqamların üstünə toxunmaq istəyirəm və həqiqətən də bunu sizə bir nəfər deməlidir. O da məhz nədən ibarətdir? İndi onu sizə deyəcəm. Məsələn, bax, bizim başımıza bir dəfə müsahibədə nə hadisəsi gəlmişdi? Bir çoxlarınızın ola bilsin ki, yadındadır. Elm və Təhsil Nazirliyinin müsahibəsi və bunun kimi bir çox qurumların müsahibəsi tutalım ki, indi mart ayının 13-üdür. Və elan olunur ki, sənin müsahibənin sentyabrın 7-sidir. Bu adam da gedir istirahətə, xarici ölkəyə və yaxud da ki, işini planlayır ki, mən 2 ay qalmış başlayayım, hazırlaşım. Və nə olsa yaxşıdır, təxminən avqust ayında və yaxud da ki, iyul ayında bəlli olur ki, və ya heç xəbər vermədən, sənin icazən olmadan dəyişdirir, gətirib qoyurlar. Müsahibə vaxtını tutalım ki, avqust ayının 17-sinə. Hansı ki, sənin müsahibən bilirsən ki, sentyabr ayındadır. Yəni, bu olma ehtimalı yenidən var. Ona görə də demirəm 100% olacaq. Sadəcə sizə bir ehtimal xarakteri bir məlumat verdim. Keçmişdə baş verən bir hadisə barədə sizə məlumat verdim. Yəni, sənin müsahibən iyul ayındadırsa, avqust ayındadırsa, sentyabr ayındadırsa, sən arxanlaşma. Sən artıq yavaş-yavaş başlayıb hazırlaş. Çünki elə ola bilər ki, bir də görə bilərsən ki, sənin xəbərin olmadan sənin müsahibəni erkən salıblar. Bu hal çünki keçmişdə baş verir. Bu belə, nöqtə. Bundan əlavə olaraq da bir-bir gedək. Deməli, mart ayında demək olar ki, müsahibə yoxdur və bir çox müsahibələr, daha doğrusu əksər müsahibələr aprel ayında var. İndi mən baxıram, aprel ayının 4-ü, 17-si, 18-i, nə bilim, 20-si, 25-i mənim öz tələbələrim müsahibəsidir. Yəqin ki, bu videoya baxan digər tələbələrin də müsahibəsi aprel ayındadır. Bir-bir gedək. Deməli, aprel ayında müsahibəsi olan şəxslər bu videonun şəxsəsini qeyd etdiyim WhatsApp nömrəsini yazsın. Onlara güzəştli şərtlərlə həmin aprel imtahanı hazırlaşdıracağım. Sırf aprel ayındakı müsahibəsi olanlardan söhbət gedir. Hansı ki, bilirəm ki, bir çoxları düşünür ki, biz imtahan vaxtını iyulda gözlədik, avqustda gözlədik, çatdıra bilməyəcəyik, necə eləyəcəyik, qanun və dünya görüşü belə qalır, vəssav proqramı belə qalır. Yəni, ümumiyyətlə, düşünür ki, həll edə bilməyəcək, yəni özü hazırlaşır, həll edə bilməyəcək və fərqi yoxdur. Sənin imtahan aprel ayındadırsa, bu qeyd etdiyim WhatsApp nömrəsini yaz, sən güzəştli şərtlərlə mən hazırlaşdıracağam. Bunun altından xətt çəkirəm. Əgər sənin müsahibən sırf aprel ayındadırsa. Yaxşımı, öz tələbələrim olan qrupa səni əlavə edəcəm və hazırlaşdıracağam. Çünki bizim aprel ayındakı imtahan üçün dərslərimiz artıq demək olar ki, həftənin 1-ci gündən etibarən başlayacaq. Əgər sən də bu videoya baxırsansa və müsahibən aprel ayındadırsa və ya hər hansı bir dostun, tanışın, qrup yoldaşının müsahibəsi aprel ayındadırsa, videonu ona göndər, onun kifayət qədər güzəştli şərtlərlə mən hazırlaşdıracağam. Bundan əlavə olaraq sənin müsahibən əgər may ayındadırsa, hansı ki, bir çoxlarınızın müsahibəsi məhz may ayındadır, məsləhət görürəm ki, siz artıq bayramdan sonra yavaş-yavaş başlayıb hazırlaşasınız. İndi vəssav proqramlarını əldə edəsiniz və başlayasınız bayramdan sonra yavaş-yavaş hazırlaşmağa. Əgər sən, yenə deyirəm, baxın, bu video cəmiyyətin məqsədi nədir? Sadəcə sizə bir neçə məlumatlar vermək və eyni zamanda öz müsahibə qruplarının barədə məlumat verməkdir. Baxın, bir çox namizədlər gözləyirdi ki, vaxtlar bəlli olsun, ondan sonra başlayım hazırlaşım. Əgər siz də o şəkildə düşünürsünüzsə, məhz indi başlamaq vaxtıdır. Müsahibəniz aprel ayındadırsa, tezliklə 1-ci gündən dərsinizə başlamağı məsləhət görürəm. Əgər sizin müsahibəniz may ayındadırsa, bayramdan sonra başlamanızı məsləhət görürəm. İstər iyun, iyul, avqust ayındadırsa da, aprel ayının 1-dən başlamanızı məsləhət görürəm. Üzr istəyirəm. Deməli, belə. Mütləq şəkildə siz vəssav proqramı çox yaxşı şəkildə öyrənməlisiniz. İndi mən baxıram statistik məlumatlara, bir çoxlarınız Elm və Təhsil Nazirliyinə, məhkəmələrdə iclas katibi vakant vəzifəsinə, Qida Təhlükəsizliyi Agentliyinə bu və digər qurumlara müraciət etmisiniz. Və indi mən vəssav proqramı kompüterdə açmışam, qarşımda olan Asan Xidmət və Elm və Təhsil Nazirliyinin vəssav proqramı tərtib edirdim öz tələbələrim üçün. Burada, məsələn, baxın, elə gəlin bir nümunəsini göstərdim sizə. Deməli, bax, 3 saylı Asan Xidmətə hazırlaşan bir tələbəm var. 11 dənə vəssav proqramı var qarşımda. Bu 11 dənə vəssav proqramı içərisində təxminən Mühasibə Açıq Haqqında qanun
və dövlət rüsumu haqqında qanun kifayət hamısını veriblər. Bax, bilən bilir, dövlət rüsumu haqqında qanun götürüb qanun hamısını qoyublar. Və yaxud da ki, mühasibə rüsumu haqqında qanun. Bir çox məcəllələr, qanunlar sizin vəsait proqramınızda da belə ola bilər. Yəni götürüb orada vergi məcəlləsinin hamısı, əmək məcəlləsinin hamısı və ya bir qanunun hamısını qoya bilərlər. Buradan sizə səslənirəm. Özünüz hazırlaşırsınız, başqa bir məmnun hazırlaşırsınız, heç bir fərqi yoxdur. Vəsait proqramda olan qanunların, məcəllələrin hamısını nöqtəsinə, vergünə qədər oxumağa və ya sizə oxutdurmalarına icazə verməyin. Çünki onların hər birisi düşməyəcək ki, məsələn, mən burada olan 11 dənə qanundan 150 səhifə çıxartmışam. Halbuki Ctrl-C, Ctrl-V eləsək Word-də təxminən 350-400 səhifə çıxacaq. Amma mən onu 150 səhifə tərtib eləmişəm. Çünki bilirəm ki, hansı qanunun hansı hissəsindən indiyə qədər sual verilib və ya sual verilmə ehtimalı var. Məhz o şəkildə tərtib edirəm. Ona görə də məhz əgər siz bizim müsahibə dərslərimizə qoşulanda qanun və dünya görüşün heç qoyuram bir qırağa bilirsiniz YouTube videolarda necə keçirilir. Vəsait proqram bax bu şəkildə konspekt formada keçirilir. Yoxsa götürüm söz yığın şəklində bunu oxumayın. Və ya da get bu mühasibə haqqında qanun oxu gəl, get bu elm haqqında qanun, təhsil haqqında qanun oxu gəl şəklində bu olmaz. Hər bir qanun konspekt şəkildə keçirilməlidir. Bundan əlavə olaraq da konspekt dediyim nə nəzərdə tuturam? Qısaltma və yaxud da ki, orada olan maddələr, bəndlər hamısını əzbərləməməklə, mahiyyətini başa düşməklə keçməlisiniz. Başa düşürsünüzmü? Deyə bilərsiniz ki, müəllim, bəs bunun məntiqi cəhəti nədir? Bilirsiniz nə deməkdir? Əgər vəsait proqramınızda 15 dənə qanun varsa, hamısını əzbərləyib gedirsiniz və beyniniz dolur. Orada sizə bir sual veriləndə, istər nəzər, istərsə də praktiki, o qədər məlumat oxumusunuz ki, adam çaşır, həyəcanlanır, səhv məlumat vermə ehtimalı daha yüksəkdir. Amma sən konkret oxuyub getmisənsə, müsahibədə sual verilmə ehtimalı olan hissələrdən, maddələrdən oxuyub müsahibəyə getmirsən və sənə o hissələrdən müsahibədə sual veriləndə artıq bir növ avtomatik sənə bir motivasiya yüklənir və orada daha ətraflı şəkildə məlumat verməyinə gətirib çıxarır. Məhz biz bu tipli metodlardan müsahibələrdə istifadə edirik. Məhz belə. Bundan əlavə olaraq da əgər sən müsahibə dərslərinə qoşulmağa imkanın yoxdursa, müraciət etdiyin qurumun vəsait proqramını paket formada əldə edə bilərsən. Qanun və dünya görüşünü əldə edə bilərsən, problem yoxdur, amma vəsait proqramı da əldə edə bilərsən. Əsasında məhkəməyə hazırlaşan şəxsdən söhbət gedir. Hakim köməkçisi, iclas katibi, kompüter proqramçısı kimi qurumlara vəzifələr hazırlaşanlar. Sizdə vəsait proqramı daha ağırdır məcəllələr baxımından. Ona görə də bu vəsait proqramı paket formada, konspekt formada əldə edə bilərsiniz. Az öncə danışdığım kimi müsahibədə sual verilən və sual verilməsi ehtimal olan maddələrdən, bəndlərdən söhbət gedir. Hansı ki, mən onun bütün nəinki məhkəmə, eyni zamanda digər qurumlara hazırlaşan tələbələrimə də məsləhət görürəm ki, müsahibə dərslərinə qoşula bilmirsinizsə, müraciət etdiyiniz qurum üzrə vəsait proqramı indidən alın, oxuyun və yavaş-yavaş başlayıb hazırlaşın. Fərqi yoxdur, sənin müsahibənin avqustdadır, sentyabrdadır, iyuldadır. Ona görə də sən vəsait proqramı al, indidən yavaş-yavaş hər günə bir səhifə oxu, 2 səhifə oxu. Sənə nə ziyana gedir ki, əgər özün hazırlaşırsansa və ya əgər hansısa bir şəxslə hazırlaşırsansa, sənə verilən vəsait proqramı sən məmnun deyilsənsə və yaxud da get bu qanunu oxu, gəl sənə deyilirsənsə, o zaman sən mütləq şəkildə vəsait proqramını almalısan. Bundan əlavə olaraq da qısa bir müddət ərzində müsahibəsi olanlardan, məsələn, aprel ayının 3-ü, 5-i, 7-si və növbəti ayda müsahibəsi olanlara səslənirəm. Düşünə bilərsiniz ki, mən bəs necə eləyim, çatdıraram, çatdırmaram, görən uğurlu olaram, olmaram. İnanın ki, ikili variant arasında qalmayın. Əgər siz bizim həftənin birinci gündən etibarən başlayan müsahibə dərslərimizə qoşulsanız, əlbəttə ki, çatdıracaqsınız və təkrar edəcəksiniz. Bizim birinci gündən etibarən, həftənin birinci gündən etibarən, bugün 5-ci gündür, həm əyani, həm də onlayn yeni sıfırdan müsahibə qrupu başlayır. Təkrarlayıram, həm əyani, həm də onlayn yeni sıfırdan müsahibə qrupu başlayır və sürətləndirilmiş şəkildə başlayır. Ona görə də vaxt itirmədən başlamanızı sizə tövsiyə edirəm. Bax belə. Demək olar ki, bizim nəyimiz qaldı? Müsahibə vaxtları bəlli oldu. Bu barədə danışdıq. Qurumlar haqqında məlumat verdim sizlərə. Öz tələbələrimi artıq sırf vəsait proqramı üzrə başlayacağım yavaş-yavaş hazırlıqlara. Hamısını qruplaşdırmışam, sistemləşdirmişəm. Dediyim kimi, bu videoya baxan, özü hazırlaşan şəxslər kifayət qədər çoxdur müsahibəyə və yaxud da ki, növbəti arada çıxacaq vakansiyanı gözləyən şəxslərə sizə yekun olaraq məsləhət vermək istəyirəm ki, vaxt itirmədən yavaş-yavaş başlayın, hazırlaşın. Hazırlaşmaq imkanı yoxdursa, siz artıq vəsait proqramı almanızı məsləhət görürəm. Bundan əlavə olaraq da müsahibəniz aprel ayındadırsa, artıq 1-ci gün etibarən başlayan qrupa qoşulun, mütləq şəkildə qoşulun. Baxın, mütləq şəkildə qoşulun. Sizə demirik ki, ilk dərsdən gəlin, mütləq şəkildə mənim ödəniş edin. Bir sınaq dərsinə qoşulun. Lap heç, yəni sizin dərsinizə qoşulmaq niyyətiniz yoxdur. Mənim
Yəni mən onsuz da imkanım yoxdur, dərsə qoşula bilmirəm deyirsənsə, yenə də sən istəyirəm ki, necəsə sənə köməklik eləyim. Bax, dedim axı bayaqların videonun əvvəlində. Sənin müsahibən aprel ayındadırsa və daha erkən qalıbsa, düşünürsən ki, mən çatdıra bilməyəcəm, bu ikiləm yaşayırsansa, mən səni güzəştə şərtlərlə bax, öz tələbələrini bir yerdə hazırlaşdıracağam. Bax, bu sözü mən sənə deyirəm. Bunun sözü sənə kim deyir ki? Bax belə, aprel yox, may, iyun, iyul, avqust, sentyabr aylarında müsahibəsi olan namizədlər vaxt itirmədən başlayın hazırlaşmağa. Bax belə, dediyim kimi, sizin müsahibəniz sentyabr, iyul, avqust ayındadırsa, bu demək deyil ki, elə həmin ayda olacaq 100%. %100% deyilən bir şey yoxdur həyatda. Ola bilsin ki, sizin müsahibəniz çəkildi əvvələ. Bax, bu sözü unutmayın, yaxşı? Müsahibəniz əvvələ çəkilə bilər. Çünki bu keçmişdə baş vermiş bir hadisədir, olub indiyə qədər. Bunun əlavə olaraq da müraciət etdiyiniz qurumun vəzifə proqramlarının hamısını oxumayın. Hansı hissədən sual verilir, hansı hissədən sual vermə ehtimalları varsa o şəkildə oxuyun konspekt formada. Baxın, məni eşidin. Buna əlavə olaraq da nə sualınız, sözünüz, təklif, ərizə, şikayətiniz varsa bu nömrəni WhatsApp-la yazın. Bunu videonun şərh hissəsinə yazın və yaxud da ki, necə lazımdırsa mən sizə köməklik edəcəm. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik. Nə lazım olsa mənə deyin, o barədə video çəkim sizə köməklik edeyim. Əsas odur ki, bu videonu bir növ uyarıcı, bir növ sizi sirkələyən bir video kimi görün ki, artıq başlamaq lazımdır, vaxtdır.